Multizan D3 D vitamini ehtiyacını tam ödəyir. Tez-tez soyuq dəyməniz olursa, saçlarınız tökülürsə, özünüzü daim yorğun hiss edirsinizsə və sümükləriniz ağrıdan sızıldayırsa, bu D vitamini çatışmazlığının səbəbi ola bilər. Bugün sizə bədənimiz üçün çox vacib olan D vitamini çatışmazlığından danışacağım. Əgər sizdə və yaxınlarınızda bu əlamətlər varsa, videonu paylaşaraq daha çox insanın sağalmasına dəstək ola bilərsiniz. Çünki güc birlikdədir. Dəyərli izləyicilərimiz, videolarımızın davamını görmək istəyirsinizsə, elə indi aşağıda yerləşən şərh bölümünə davam sözünü yazın. Bu bizə motivasiya verəcək. D vitamini orqanizm üçün çox vacibdir. Günəşin altında vaxt keçirdiyimizdə orqanizm D vitamini ifraz edə bilir. Buna görə D vitamininə günəş işığı vitamini deyilir. Orqanizm bu vitamini xolesteroldan emal edir. Amma D vitaminini qidalar vasitəsilə də qəbul edə bilərsiniz. Birincisi, insanların çoxu düzgün qidalanmır. Məhz buna görə də yetəri qədər D vitamini qəbul etmir. Müasir dövrdə insanlar qapalı məkanlarda daha çox vaxt keçirirlər. Çölə çıxanda da günəş şüalarından qorunmaq üçün əlçatan bütün vasitələrdən istifadə edirlər. Əlbəttə ki, özünüzü dəri xərçəngindən qorumaq haqqına maliksiniz. Amma günəş şüasının altında gəzmək mövzusunda həssas məqamlar var. Həddindən artıq olmasa da, orqanizmin günəş işığına ehtiyacı var. D vitamini çatışmazlığının əlamətləri nələrdir? Qeyd edim ki, D vitamini çatışmazlığı ilkin mərhələdə özünü biruzə vermir. Yəni, orqanizmə böyük zərər vurulandan sonra D vitamini çatışmazlığının fərqinə varmaq mümkündür. Lakin bütün problemlərdə olduğu kimi, D vitamini çatışmazlığında da orqanizm xəbərdarlıq etməkdə gecikmir. 1. Tez-tez xəstələnmək. D vitamini immunitetin möhkəmlənməsi üçün vacib olan əsas elementlərdəndir. D vitamini lazımi qədərdirsə, orqanizm virus və infeksiyalara qarşı mübarizə apara bilir. Əgər özünüzü daim keyfsiz hiss edirsinizsə, orqanizmdə D vitamini qıtlığı yaşanması ehtimalı böyükdür. Son illərdə aparılan araşdırmalar sübut edib ki, D vitamini çatışmazlığı bronxit, sətəlcəm, soyuq dəymə kimi tənəffüs yolları infeksiyaları arasında əlaqə yaradır. Digər araşdırmalar isə onu göstərir ki, qida əlavəsi kimi gündəlik D vitamini qəbul etmək bu xəstəliklərin əmələ gəlməsinin qarşısını alır. 2. Daimi yorğunluq hissi. Yorğunluğun səbəbi çoxdur. D vitamini çatışmazlığı da bu səbəblərdəndir. Bir qadının tez-tez başı ağrıyırdı və xroniki yorğunluqdan şikayət edirdi. Qan analizi verdi. Məlum oldu ki, orqanizmdəki D vitamini səviyyəsi çox azdır. Qadına D vitamini qəbul etmək tövsiyə edildi. Bir müddət sonra o yenidən qan analizi verdi. Bu dəfə orqanizmdəki D vitamininin səviyyəsi qalxmışdı. Yorğunluğu və baş ağrıları artıq geridə qalmışdı. 3. Xroniki bel ağrıları və sümüklərdə göynəmə. D vitamini kalsiumun orqanizm tərəfindən mənimsənilməsinin təminatçılarındandır. Kalsiumun sümük sağlamlığı üçün faydasını bilməyən yoxdur. Sümüklərdəki səbəbsiz sızıldamalarla bərabər bel ağrıları da D vitamini çatışmazlığından xəbər verə bilər. Bel ağrıları olan, həyat keyfiyyətləri aşağı düşmüş 9000 qadının iştirakı ilə bir tədqiqat aparılıb. Araşdırmaçılar aşkarlayıblar ki, problemlərin qaynağı D vitamini çatışmazlığıdır. Orqanizmdə D vitamini qıtlığı yaşayanlar digər insanlardan 2 dəfə çox ağrı çəkirlər. Bu ağrılar oynaqlarda, qabırğalarda və ayaqlarda daha çox hiss olunur. 4. Sümük sıxlığının azalması. Lazımi qədər D vitamini qəbul etməmək sümük sıxlığının azalmasına səbəb ola bilir. Unutmayın ki, günəş işığı vitamini sümüklərin kalsiumu mənimsəməsinin təminatçısıdır. Kalsium sümükləri möhkəmləndirir. Sümük sıxlığında azalma olan insanlar inanır ki, onların kalsiuma ehtiyacları var. Lakin əsas problem D vitamini çatışmazlığı ola bilər. 5. Dəri problemləri. D vitamini qıtlığı immunitetin zəifləməsinin səbəblərindəndir. Zəifləyən immun sisteminin əsas əlamətlərindən biri dəri hüceyrələrinin həddindən artıq yağ ifraz etməsidir. Bu dəri məsamələrinin tıxanmasına və sınaqlara yol aça bilir. D vitamini çatışmazlığından qaynaqlanan digər bir dəri problemi də pullu dəmirovdur. Bu narahatlıqları yaşayan insanlar D vitamini qəbul etdikdən sonra vəziyyətləri günbəgün yaxşılaşır.
6. Köklük. Orqanizmin D vitamininə ehtiyacı olduğunu göstərən əlamətlər sırasında kökəlməni də daxil edə bilərik. Araşdırmalar nəticəsində aşkarlanıb ki, D vitamini ehtiyacı çəkməyən orqanizmdə arıqlama prosesi daha sürətlə baş verir. D vitamini çatışmazlığı zaman isə nəinki arıqlamaq çətinləşir. Üstəlik kökəlmə davam edir. Səbəb isə çox sadədir. İştaha və orqanizmdə yağ depolanmasına məsul olan hormonlar D vitamini çatışmazlığından təsirlənir. 7. Gec sağalan yaralar. Yaraların sağalma prosesində xüsusi əhəmiyyətə malik birləşmələrin istehsalının artması məhz D vitamininin vəzifəsidir. Bu birləşmələrin əsas işi dərinin yenilənməsinə və bərpasına kömək etməkdir. Bundan əlavə, infeksiyalarla mübarizədə və iltihabların nəzarətə alınmasında da D vitamini orqanizmin dəstəkçilərindən biridir. 2012-ci ildə D vitamininin dərinin bərpasına təsiri mövzusunda bir araşdırma aparılıb. Ayaq xorası olan insanlar müşahidə edilib. Məlum olub ki, D vitamini qəbul edən insanların xorası zamanla 28% kiçilib. 8. Saç tökülməsi. Saç tökülməsinin səbəbinin genetik yaxud stressdən qaynaqlı olduğunu düşünürsünüzsə, yanılırsınız. Araşdırmalar göstərir ki, xüsusilə qadınlarda və uşaqlarda saç tökülməsi D vitamini çatışmazlığından qaynaqlanır. 9. Depressiya. Depressiyanın yüzlərlə səbəbi var. Depressiya mövzulu araşdırmaların 65%-nin ümumi qənaəti belədir. D vitamini çatışmazlığı ilə depressiya arasında əlaqə mövcuddur. Xüsusilə depressiya mövsümlə bağlıdırsa, D vitaminini qəbul etməklə problemi həll etmək mümkündür. 10. Əzələ ağrıları. Təbii ki, əzələ ağrılarının konkret səbəbini müəyyən etmək çox çətindir. D vitamini bu səbəblər sırasına daxil ola bilər. Sinir hüceyrələrində D vitamini reseptorları var. Ağrı hiss etməyimizi təmin edən məhz bunlardır. Yəni, orqanizmdə nə qədər az D vitamini varsa, insan o qədər çox ağrı hiss edir. Lazım miqdarda D vitamini qəbul edən orqanizmdə ağrılar azalır. 2015-ci ildə aparılan araşdırmada səbəbsiz yer ağrıları olan və D vitamini çatışmazlığı yaşayan 120 uşaq qatılıb. Bir doz D vitamini alanlara ağrıların 60% azaldığı müşahidə edilib. Bəs D vitamini çatışmazlığı riski yüksək olan insanlar hansılardır? Yaşı 55-dən yuxarı olanlar, vaxtlarının çoxunu qapalı məkanda keçirən ofis işçiləri, tünd dərili insanlar, iltihabi bağırsaq xəstəliyi olanlar, balıq və ya süd məhsulları yeməyən insanlar, kök insanlar, il boyunca lazımi qədər gün işığı almayanlar, günəşdən qoruyan kremləri həddindən artıq istifadə edənlər. Özünüzü bu siyahıda görürsünüzsə, həkimə getmək və D vitamini səviyyəsini yoxlatmaq məsləhətdir. Və sonda, D vitamini niyə bu qədər vacibdir? D vitamini çatışmazlığı varsa, amma bunun fərqində deyilsizsə, yaxud bunu bilirsiniz, amma qarşısını almaq üçün heç bir cəhd etmirsinizsə, anlayın ki, daha böyük problemlərə yol açırsınız. Uşaqlarda sümüklərin yumuşalması, yetkin insanlarda sümüklərin əyilməsi, prostat, döş və bağırsaq xərçəngi kimi bir çox xərçəng növləri, diabet, xroniki ağrılar, osteoporoz və bunun kimi sayacağımız onlarla problem qorxmağa səbəb ola bilər. Bəs D vitamini ilə zəngin olan qidalar hansılardır? Balıq məhsulları, süd məhsulları, göbələklər, həmçinin digər dəniz məhsulları da D vitamini ilə zəngin qidalar siyahısındadır. Və sonda, sualım sizədir, dəyərli izləyicilər. Saydığım bu əlamətlər sizdə varmı? Varsa şərh bölməsində fikirlərinizi gözləyirəm. Bugünlükdə bizdən bu qədər. Bu kimi videoların davamını görmək istəyirsinizsə, videomuzu bəyənməyi və Bir Bax YouTube kanalımıza abunə olmağı unutmayın. Bizi həmçinin Facebook və TikTok hesabından da izləyə bilərsiniz. Bir Bax yazıb axtarış vermək kifayət edir. Növbəti videolarımızda görüşənədək. Hələlik.